Allahümme salli ala Muhammed ve ali Muhammed. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in innehu hayru nasirin ve mu'in ve sallallahu ala rasulihil amin. Amma ba'd rabbi şrah li sadri ve yessir li emri ve ahlul ugdeten min lisani yefkahu kavli. Ve hakkı Fatıma ve abiha ve ba'liha ve beniha ve sirril mustavda'i fiha. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil feracahum. Şaban ayının 3'ü, 4'ü, 5'i mübarək, 3 dənə böyük şəxsiyyətin, 2 dənə imamın və bir imamın ən vəfalı dostunun, ən sədaqətli dostunun, Allahın övliyasının mövlududur. Yəni Həzrət İmam Hüseyin əleyhissalamın, Həzrət İmam Səccad əleyhissalam, bir də Həzrəti Əbəlfəzl Əbbasın mövlud günüdür. Bu mübarək gün münasibəti ilə həm zamanın sahibinin bayramını təbrik eləyirəm və ağanın sevənlərin bayramını təbrik eləyirəm. Biz ki buna 3 mövlud deyirik. Bu mübarək 3 mövlud bütün dünya müsəlmanlarına daha da mübarək olsun və imam tanıyanlar, imam sevənlər, imam məhəbbəti ilə yaşayanların hamısının bayramı mübarək olsun və hər kəs ki imaməti tanıyıb, onun haqqını əda eləyib, imamət yolunda çalışıb, imamətin həqiqəti yolunda zəhmət çəkib, Allah hamısının zəhmətini qəbul eləsin. Bütün dostlarım, mən bayramını təbrik eləyirəm. Hamısından iltiması, dualarımızdır. İstəyirəm bu 3 mövludda ilə həm İmam Hüseyin ağadan, həm İmam Səccad əleyhissalamdan, həm Həzrət Əbəlfəzdən qısa bir neçə dənə mətləbi siz əzizlərin nəzərinə çatdırın. Bugün bütün dünyanın ehtiyacı olduğu bir mövzu ki, insanların insanlara olan ehtiyacı, insanların insanlar müqabilindəki vəzifələrindən bir neçə dənə mətləbi bayramlıq hədiyyəsi olaraq siz əzizlərin nəzərinə çatdırım ki, Həzrəti İmam Səccad ağanın zamanında Mədinədə ki, məşhur rivayət, məşhur tarix göstərir ki, 100 dənə fəqiri öz öhdəsinə götürmüşdü İmam Səccad əleyhissalam. Bunların səhər yeməklərin, günorta yeməklərin, naharların və şamların öz öhdəsinə götürmüşdü. Düzdür, bu iş imam üçün bir mənada çətin idi, çünki o zamanın özünə məxsus çətinlikləri var idi. Amma imam bunu tək başına da olsa mühüm bir məsələ kimi öz üzərində haqq görmüşdü və bütün imam sevərlərə bu yol bir nümunədir və bir ulqudur ki, bütün ehtiyaclı adamlar bizim üzərimizdə haqqları var və bizim belə insanların hali həyatında boynumuzda bir vəzifə var. İmam Səccad əleyhissalam gecə o ipi atardı, həmən o xurcunu bağlayardı, ipə atardı çiyninə, gəzərdi həmən füqaranın qapısını və ən məşhur rivayətlər və tarixin o sərgilədiyi ecazkar bir səhnə bundan ibarət idi ki, İmam Səccad ağa heç vaxt üzü açıq heç kimə nəsə verməzdi. Çalışdığı qədər o mühüm olan məsələlər ki, istisna yerdə qalan məsələlərdə İmam Səccad əleyhissalamı tarix və rivayətlər göstərir ki, ehsanatın üzü bağlı verərdi ki, heç kim onun üzün görməsin ki, hətta İmam Baqir əleyhissalam o qəssallardan bir imam ki, İmam Baqir ağanın yanında idi. İmam Səccad ağaya qusulu verəndə şəhadətindən sonra dedilər, ağa bu nə iplərin izidir belə, bu kəndirlərin izi nədir? Dedi, atam gecələr həmən o xurcun ki var atardı çiyninə, gəzərdi füqəranın qapısını, onların izidir ki bu qədər iz atıb. Deyir, haçan İmam Səccad ağa görərdi bir fəqir gəlib, bir ehtiyaclı adam gəlib deyərdi, mərhəbən bimə yəhməl zadə iləl axirə. Xoş gəlmisən ey axirətimin azuqəsi, xoş gəlmisən ey mənim axirət dünyamın yükün çiyninə götürən. Dünyada bu yükü öz üzərində yük bilən imam insanlara bu cür xidmət edirdi. Mərhəbən bimə yəhməl zadə iləl axirə. Xoş gəlmisən ey axirət dünyamın o azuqəsi, ey axirət dünyamda mənim yükümü boynumdan götürən, yükümü öz çiyninə atan. Ki, bax, istəyir bu yollarla İmam Səccad ağa bizə deyək ki, insanların boynunda, sizin boynunuzda ehtiyaclı insanların nə qədər haqqı var mövlud keçirmək. Bu deyil ki, elə durasan, sən mövludda bir təbrik eləyəsən və deyəsən bizim bayramımızdır. Bizim üçün o zaman bayramdır ki, biz imamətin yolu və həqiqəti ilə addım ata bilək.
Bəli, belə bir şəxsiyyətlərin həyatına müvafiq həyatımız varsa, bunların mütləq həmən günlərdə olan o mövludları bizim üçün bayramdır. Biz bayram edirik ki, bizə yol göstərən dünyaya gəlib. Yox, bizə yol göstərən dünyaya gəlib, amma o yola riayət eləmirik. Biz bu yoldan neynəmişik? Müvəffəq ola bilməmişik. Bu bayram da bizim dərdimizə dəyməz. Ki, mən istəmirəm bu barədə başqa bəhslər eləyən bayramdır. Bilirsiniz, İmam Səccad əleyhissalamın anası, o Şəhrbanu xanım, İmam Səccad əleyhissalam ki, o anası ki, dünyasını dəyişmişdi, İmam başqa bir xanımın ixtiyarında böyümüşdü uşaqlığından ki, rivayətlərdən biri deyir ki, o zaman deyir, anası ilə oturardı bir süfrədə, çalışdıqları qədər eyni süfrədən istifadə eləməzdi. Süfrədə yemək yeyilən vaxtı deyərdilər İmam Səccada ki, ağa, niyə ananla bir süfrədə oturub çörək yemirsən? O ki, uşaqlığından sənə xidmət edib. Deyir, mən buna xatir eləmirəm ki, birdən o məndən qabaq bir loxmaya, bizdə deyərlər, bir tikiyə əl atar, ya məndən qabaq fikri ona düşər, mən bilmərəm əl ataram, o məndən qabaq götürər da. İndi bizim sadə o başa düşdüyümüz dillə bilmərəm da, yəni deyir, birdən anam məndən, o mənim xidmətimdə duran xanım, o mənə zəhmət çəkən xanım, birdən fikri olar, o süfrədə olan təama əl atsın, nəzəri ona olar, mən ondan qabaq əl uzadaram ki, bu yolla istəmirəm ona ağ valideyn olam, onun üzünə ağ olan və ona əziyyət eləyəm. Baxın, ədəbə bax, qurban olum sənə yəbnə Rəsulillah. Və hara kimi insanların həqqin düşünüblər bu şəxsiyyətlər. İmam Hüseyn ağanın özünün o mübarək sözü var, deyir, həvaicün nasi iləykum min ni'amillahi aleykum fəla təmillun ni'amə fətəhulu niqəmən. Deyir ki, insanların sizə olan ehtiyacı Allahın sizin öhdənizə qoyduğu bir dənə nədir? Bir neymətdir, bir minnətdir. Çalışın, onu özünüzdən rədd eləməyin. O neymət ta ki, bəlaya dəyişsin. Ki, o zaman insanların sizə olan ehtiyacın, əgər bu cür rədd eləsəz, geri qaytarsaz, mütləq o neymətlər nə olacaq? Bəlaya düçar olacaq. Baxın, tarixin ən məşhur və tarixdə insanları dünyaya bu rivayətin, bu tarixin bu hissəsi bütün dünyada əxlaq və insani keyfiyyət cəhətindən bu hadisə yetərdir dünyaya nə versin? Öz həqiqətin bəyan eləsin. İnsanlar və bundan lazım olan mətləbləri öz həyatları üçün götürsünlər ki, İmam Hüseyn əleyhissalamın o məntəqələrin birində ki, düşərgə salmışdı ki, susuzluq daha çox qalib gəlmişdi Əhl-i Beytə və imamın dostlarına ki, dahi Ərəbistanın, İraqın bu şiddətli istisi, yandırıcı istidə ki, su arxasınca gedəndə qabağını kəsmişdilər. Həmən o Yəzid ibn Riyahinin qoşunu, İmam Hüseyn əleyhissalam onların nəinki əskərlərinə, hətta heyvanatına belə tarix yazır ki, su verirdi. Əshaba tapşırmışdı ki, çalışın onların heyvanatında neyləyin? Sudan suz qoymayın. Ki, bunların özü də suya ehtiyacları var idi. Amma öz ehtiyacların belə onların nəinki özlərinə, heyvanatına belə verirdilər. Onlardan biri məşhur bu rivayət ki var, Əli ibn Təanin Məharibi, deyir, mən Yəzid ibn, həmən o Hürr ibn Yəzid Riyahinin qoşununda mən axırıncı gəlib yetişmişdim. Həmən bu Əli deyir, ən axırda mən çatmışdım. İmam Hüseyn əleyhissalam deyir, mənim atıma belə su verdi, özümə belə su verdi. Dünya bu ehtiramın, dünya bu insanlığın və insani dəyərin müqabilində heyrətdə qalıb ki, biz doğrudan həqiqətdə o Allah bilir risalətin kimin öhdəsinə qoyub. Ki, düşmənin belə nəinki özün, heyvanatının belə suyun əda edib ki, bu istidə bu heyvanın ehtiyacı var. Düşmənin həm özünün, həm heyvanatının bu qədər həqqinə riayət edib. Bu məsumlar bizim üçün hər cəhətində nümunədir. Biz bu məsumların həyatına diqqət eləməliyik. Həyatımızın bütün hissələrində bizim həyatımızın xoşbəxtçiliyi, firavançılığı, həyatımızın və yaxud bədbəxtçiliyi bu şəxslərə qarşı münasibətimizdən formalaşır. Həyatımızda ən önəmli məsələ Allahın qanunu kimi, Qur'anın bayaq dediyimiz kimi şah əsəri olan imaməti öz həyatımıza ulğu və nümunə bilməliyik ki, elə bu məktəbdən dərs almışdı Həzrəti Əbəlfəz, elə bu məktəbdən dərs almışdı Ummul Bənnin oğlu, Həzrəti Əmirin oğlu, Həzrəti Əlinin o şücaətli oğlu ki, Həzrəti İmam Hüseyn əleyhissalamın bir nəfər belə olsun cürət tapıb İmam Hüseyn əleyhissalama tərəf gələ bilməzdi. Nə qədər Kərbəlanın o çətin vaxtında, o
Aşura günündə Həzrət Əbəlfəz sağ idi. Heç kim Əhl-i xeymələrinə belə hücum çəkə bilməzdi. Heç kim Əhl-i başqa bir rəftar eləyə bilməzdi. Bu qapıdan dərs alan, bu qapının Əhl-i vəhyin şagirdi olan Həzrət Əbəlfəz ki, 3 dənə mövluddur. Bu 3 mövlud, üçü bir-birindən, 2 məsum, bir məsumun qapısında nökər, xadim olan, məsum qapısında dərs alan müvəffəq bir tələbənin mövludu. Allah bu mövluda xatir hamımızın boynumuzda olan insani və həm haqqın nası, həm haqqullahı ödəməyi bizə lütf eləsin. Allah bu üç mövludda olan şəxsiyyətlərin ehtiramına xatir bizi bu yolda sabit qədəm eləsin. Bu danışdığımız sözlərdən ibrət almağı bizə ruzi eləsin. Bayramınız mübarək olsun. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh.